Bugün data haqqında çox danışılır. Datanın biznesi real təsiri nədir? Biraz o burada deyəcəm. Data əslində bir kompas kimidir. İstər böyük korporasiya olsun, istərsə də kiçik bir klinika, fərq etməz. Əgər qərarlar dataya əsaslanırsa, nəticə daha ölçülə bilən olur. Biz analitik olaraq bizneslərin məlumatlarını təhlil edərək onlara real dəyər qazandırırıq. Bu mövzuda bir nümunə göstərə bilərsinizmi? Əlbəttə, bizim müştərilərimizdən biri satışlarını niyə azaldığını anlaya bilmirdi. Biz onların satış, müştəri rəyi və kampaniya datalarını birləşdirdik və təhlillər nəticəsində anladıq ki, problem müştəri segmentasiyasındadır. Sonra isə yeni bir strategiya hazırladıq və nəticədə satışlar 27% artdı. Yəni data sadəcə texniki deyil, həm də strateji bir vasitədir. Əlbəttə, data düzgün təhlil ediləndə bir xəritəyə çevrilir və bu hansı istiqamətə getmək lazım olduğunu açıq şəkildə göstərir. Bu da uğura aparan yollardan biridir.